Dedi ki, şəkərim 400-dən yuxarıdır. O bir otaqda oturmuşdum. Onun səsinə gəldim, fəryadına gəldim. Gördüm ki, danışa bilmirlər, hey qəşş eləyir, ağlayır ki, deyəsən bir tərəfim quruyur. Mən başa düşürəm, biz bunların hamısına hazır olmalıyıq. Çünki pəhləvanlar itirmişik, evimizin nurlu çırağı sönür. Əbədi olaraq bu dünyada bizlər qəmə düçar olmuşuq və bundan qurtulmağa, yol axtarmağa dəyməz ki, bu vəziyyətdən çıxa bilərəm. Yenəsə bir çıxış yolum var, yoxdur. Mənim çıxış yolum, sizin çıxış yolunuz ancaq səbirdən keçir. Neyniyim, məni bağışlayın, stolu çəkdim, oturdum onun baş tərəfində. Elə bir xeyli düşünmüşdüm, bir əl yazmam var. İndi bilməm onun yeridir, ancaq başqa şehir deyəcəm, onunla da sifrə veriləcək. Amma onun haqqında qeydim var, biraz başqa mənadadır. İnşallah sizlər üçün onu deyərdim. Bizə bir dənə xod verin. Tam sakit.